Sıracı. İnsanlar demek şöyle olduğunu, havarda bildiler, evet oldu, insanlar oldu. Yox, xavariclər, indi xavaric qardaş deyir ki, xavariclər onlar ən çox öldürən, terrorlarda ki, xavariclər eləyir, çoxusu ölənlər müsəlmanlardır. İndi qardaş deyir ki, bəs bunlar bilmirlər, yox, onlar müsəlman görmür axı. Həm də birdən uşaq keçəndə və ya baxçı uşağının yanında bina düşdü, baxçı uşağı da öldü. Onlar bir də Allahın qədəri belə imiş. Allahın nəsib olub bu. Belə deyib keçirlər, yəni elə bir ki, alma yeşilə əzildi və s. qutardı. Yəni onlar ümumiyyətlə kafir görürlər. Allah hələ şey baxmırlar. Bir şey ki, yəni atasını kafir görür, anasını kafir görür. Qaldı ki, başqalarını. Öyle. Müşrik hökmündədir deyib, kafir demir. Müşrik hökmündədir, ona rəhmət oxunur. Hələ müşrik hökmündədir, o nə demək ki? O da möhtəzilidir. Müşrik hökmündədir, yəni müşrik deyil. Müsəlmandır. Möhtəzillər də iki mənzil arası. Nə müsəlmandır, nə də kafir. Nə müsəlmandır, nə də kafir. Öyle şey yoxdur. Necə yəni? Hər şeyin adı var. Onda nə? Nə? Xavariclərlə möhtəzillər böyük günah sahiblərini kafir görüblər. Yəni, sadəcə xavariclər dərhal təkfir edib, möhtəzillər deyiblər ki, nə müsəlmandır, nə də kafir. Amma ölsə, əbədiyyən cəhənnəmdədir. Hətta orada da ixtilaf ediblər. Möhtəzillər deyiblər ki, onların əzabı əsl kafirlərdən fərqlənəcək. Yüngül olacaq biraz. Kafirlərlə müqayisədə əsl. Amma xavariclər bilər, yox, fərqi yoxdur. Kafir kafirdir və salam. Hətta əzabda. Aydındır. Böyle bir kısa video rastımıza çıxdı. Orada bir molla deyir ki, orada təbii ki, əhl-i sünnəni dəstəkləyir, deyir, vahabilərə belə bir sualımız var. Vahabilərə? Ömər bin Xattab İslam ümmətinə Məhəmməd adını qoymağı qadağan elədi. Küfəyə məktub yazdı. Mədinədəkilər də tapşırdı ki, yəni kim Məhəmməd adı qoyubsa, o adı dəyişsinlər. Təbii ki, burada bunun qəsdi Rasulullah s.ə.v belə şey göstərməkdir. Ömər bin Xattab Rasulullah s.ə.v-lə qərəzli, yəni düşmənçilik kimi. Allah elə təqdim eləmək istəyirlər. Ömər sahabələr elə təqdim eləmək istəyirlər ki, sahabələr düşmən idilər. Sadəcə tam deyə bilmirdilər, belə yavaş-yavaş İslamı göy ki, məhv edirdilər. Bu məsələyə aydınlıq gətirərdiniz. Bu həqiqətən belə bir şey baş veribmi? Ümumiyyətlə, Ömər bin Xattab olub belə. Bəzi rivayətlərdə gəlib ki, Ömər radiyallahu anhu, Əli bin Əbi Talibin kürəkəni, deməli, Muhammed adın bir müddət dedi ki, qoymayın, dəyişin. Sonra sahabələrdən kimlər ki qoymuşdular Mədinədə, dedilər ki, biz onları Peyğəmbər sallallahu vaxtında bu uşaqların adı qoymuşduq. Tərk eləyir, eləmir işlə. Sadəcə o nə baxımdan? Nə baxımdan? Ki, birdən Məhəmməd adı qoyar, gedər avar olar, fasik olar. Bu adı təmiz saxlamaq üçün o mənada. Yoxsa düşmən deyildi ki. Bu bir. İkinci, bu sözü Ömər bin Xattab deyəndə Əli harada idi radiyallahu anh? Qaynatası da yanındalar. Əli harada idi? Əli sustu, necə batırı susmaq olar? Yəni, onlar belə deməklə əlini fikirləşmirlər radiyallahu anh. Əgər bu düşmən idisə, Əli necə olar? Onlar sadəcə elə təqdim edirlər Ömər bin Xattabı. Bu iki. Üçüncü də fikir versən, deyir vahabilərə. Bu vahabilərə aid deyil ki. Bu ümumən sünnilərə aiddir. Ömər məyər vahabilərdir. Sünnilərdir. Sadəcə onlar sünniləri vurmaq üçün vahabiliyi bəhanə götürüblər. Məsələn, çıxışlarına da baxsın, məsələn, 40 dağı danışır. Birinci başlayır, vahabiləri indi biz şərh eləyəcəyik. Başlayırlar sünnilərdən. Ümumən. 40 dəqiqənin 1 dəqiqəsi, yarım dəqiqəsi vahabi sözü işlədir və qalanı isə bütün sünniləri vurur. Vəhabi bəhanədir. Aydın qardaşlar, hədəf sünnilərdir, əhl-i sünnə vəl cəmaə.
Təbii ki, ən çox bizə onlar şeylər, çünki çox sünnilərin çoxsu avamdır. O məzhəbçilər zat, məsələn, onlarla danışa bilməzlər. Onları kim rədd edir əsasən? Əhlüsünnə. Əhlüsünnə, çünki əhlüsünnə və cəmaa sünnəndən məlumatlıdırlar. Məlumatlıdırlar. Ona görə İbn-i Teymiyyə deyir ki, rahimullah, kim biraz sünnədən bilirsə, olan müştəhidin də cavab verə bilər rahat. Aydındır? Nəyə görə bunlar ancaq Ömər Yəni Ömər ola bilirsin İranı o vaxt Ömər xilafətində fəth olunmuşdu. Ona görə Ömərə ümumiyyətlə onların yanaşması xüsusən başqa cürdür. Təhqir eləyirlər kitablarında. Təhqir eləyirlər isə də elə şeylər ki, adam deyə bilmir burada. Hansı ki, Əlini təhqir eləyirlər. Öməri təhqir eləyən Əliyi təhqir eləyir. Əgər belə insan idisə, necə Əli verdi qızı Ümmü Kulsum Ömərə? Necə? Yaxşı, əgər belə idisə, Əli susdu. Əli onda batilə susur. Əli onda batilə susurdu ki, Əliyə tənədir, radiyallahu anhaya. Ömərə tənə, Əliyə tənədir, radiyallahu anhaya. Aydındır? Bəli. Deyirlər 500 dənə hədis, 500 dənə deyəsən, belə söz işlədirlər ki, Ömər radiyallahu anh qiyamətində hədisləri yığır, məhv edir, yandırır, dağıdır. Sonra hansısa növbəti xəritədə ətrafında gəlir, o hədisləri təzən yazırlar. Boş söhbətdir. Muaviyyənin deyəsən. Boş söhbətdir. Hədislər elə də güclü yazılmamışdı sahabələrin vaxtında. Hamısı. Bu bir. Nüsxələri çox az idi. Əsasən əzbərləyirdilər hamısı. Çünki ərəblər o vaxtı, ümumiyyətlə o vaxt insanlar çoxsa hifzdən, qabaq belə şeylər yox idi axı. Hifz güclü idi insanlarda. Bu müasirlik, bu cür telefonlar və s. çıxmaq hamısı beyni öldürür. Beyni inkişaf eləmir. Amma o vaxtın insanları hifzdə güclü idilər. Hətta Quran-ı Kərimin bir nüsxəsi var idi. Dağınıq şəkildə idi özdə. Niyə? Çünki hamısı əzbərləyirdi. Həmçə hədisləri də əzbərləyirdilər. Aydındır, sadəcə onlar, elə deməklə, onlar gətirdiyi etiqad yoxdur Quranda, sünnədə. Onlar gətirdiyi ayələr, onlar gətirdiyi hədislər, hamısı təhrif olunur. Başqa cür təqdim edirlər. Başqa cür. Və təqdim edəndə Əli radiyallahu anh fikirləşməyiblər. Onlara tənə Əli radiyallahu anh tənədir. Aydındır qardaşlar. Çünki onlar hamısı bir-birinə bağlı olublar, bir-birindən qohuma olublar. Onlar hamısı əmüşağlardır, necə bizdə avam cəmaat deyirlərdən. Onlar hamısı əmüşağlar olub. Yoxsa Ömər sahabələrin içində Əli ibn Əbi Talibə ən yaxın adam idi, kürəkəni idi. Allah təhqir edirlər. O, əgər hələ adamdırsa, qızın verib ona. Hələ adamdırsa, övladlarının adlarından biri Ömərdir. Qoymaz da Ömər. Ömər var övladlarından adına. Əbu Bakır var, Osman var, Ayşə var, radiyallahu anh'ın adını qoyur. Fərqi yoxdur. Fərqi yoxdur. Hədis inkarsılar, onların işi ancaq şübhə atmaqdır və salam, başqa şey yox. Və salam. Bəli. Bir də gətirirlər ki, bu Buxarıda keçirir, Rasulullah sallallahu aleyhi ve sellem səbəbsiz yerə namaz birləşdirməyə haqqında. Onu gətirirlər ki, yəni Buxarıda da keçirir, görsüz namaz birləşdirməli. Namaz birləşilməli deyil. Çünki onu Peyğəmbər sallallahu aleyhi ve sellem bir dəfə eləyib. Onu bir dəfə eləyib. Sadəcə göstərib, belə də olar. O alimlər də bundan götürüblər ki, bəli, birləşdirmək olar, müəyyən səbəblər olanda. Lakin hədisdə səbəbsiz gedir. Peyğəmbər sallallahu aleyhi ve sellem məllim idi. Məllim öyrədən idi. Ona görə səbəbsiz olmayan yerlərdə deyirdi belə, edirdi belə, dərs keçmək üçün. Amma özündən soruşanda ən əfsəl əməl, deyirdi, ən əfsəl əməl namazı, hər namazı öz vaxtında qılmaq. Həmçə ayə var. İnna salatı kanət aləl mü'mininə kitabən məvquda. Yəni, biz hər bir namazı möminlərə öz vaxtında fərz etdik. Namazın adları vaxtların adlarıdır. Namazın 5 vaxt olmağı dəlil nədir? Adları. Adları o vaxtların adlarıdır. Ona görə alimlər deyirlər, birləşdirmək olar səfərdə,
xəstə olanda, bir fəlakət baş verəndə, müəyyən səbəblər olanda ciddi. Amma belə 5 vaxt qılınır. Aydındır? Sən yəni nadir hadisəni götürüb ümumi əməli qoyub, nadir əməli götürüb, əsas eləyirsən özün üçün. Olmaz, bəli. Bu yaxınlarda bizim elə öz qardaşlarımızın birindən mən öyrəndim ki, deyir ki, Xədicə anamız radiyallahu anhə Yahudi Yox, ənhə. Yahudi olur. Bu vaxtda zəhmət olmasa. Yox, Yahudi olmuyor, ərəb idi. Ərəb idi, ərəb qızı idi. Xədicə radiyallahu anhə. Ərəb idi. Çünki Məkkədə demək olar ki, Yahudi yox idi. Yahudilər Mədinədə bir qism var idi və Mədinəyə yaxın Avuz, Xəzrəc və s. orada qəbilələr var idi. Orada Yahudilər məskunlaşmışdı. Məkkədə yox idi Yahudi. Demək olar ki. Bəli. Məkkə çətindir yaşamaq, yeri sərt idi. Bir dənə su var idi, vəssalam. O da Zəmzəm. Bir də Kəbə. Belə təbiət heç də yoxdur, heç də. Hətta indi də gedəndə, baxsan dağlar, heç də yoxdur. İndi düzdür, yaşıllıq eləyiblər, ancaq təsəvvür 7-ci əsr. Amma Mədinə hətta o vaxtı da yaşıllıq var idi. Bağlar var idi, xurma bağları. Məkkədə yox idi xurma bağları. Bir də bir sualım qaldı. Bu məscid Allahın evidir demək. Çünki bu Türkiyədə Hənəfi alimlər deyir ki, xarici bəşərə nisbət edirsiniz. Ev tikən insandır. Yox, sadəcə təşrif baxımından, şərəfləndirmək üçün bu yeri. Allahın evi, yəni necə Evi sözü var. Beytullah. Quranda Allahın evidir var bu sözü. Quranda yadımda deyil. Belə işlənir. Amma şərəfləndirmək üçün məsələn ruhullah var. Min ruhihi. Rabbə həzəl beyt. Düzdür, bu evin Rəbbinə. Ev adlanır, Qureyş surəsinə. Beytullah, yox, mən istəyirəm Beytullah. Elə keçir ayədə. Bu şərəfləndirmək üçün. Şərəfləndirmək üçün. Naqatullah, Beytullah. Aydındır? İnnəl məsəcidə lillah. Məscidlər Allaha məxsusdur. Məxsus razılaşırlar, evi mənada. Evi məni o mənada ki, şərəfləndirmək üçün. Yoxsa aydındır Allahın. Hədislərdə gəlir. Ayə məncə. Məncə ayədə keçmir. Açıq, bilmirəm. Yanlı deyil. Aydındır. Bir də ki, bu bir Türk alimi, bu Türkiyədə, yəni mən gördüm orada deyir ki, ərəblərdə qız uşağının yaşı heyz olandan sonra hesablana bilir. Bu Ayşə anamız radiyallahu anhə çox agnostik deistlər, 9 yaşında aləm olub. Deyir ki, ərəblərdə elə olub. Bu düzgün söhbətdir. Bu heyz yaşından sonra qızın yaşı hesablanar. Yəni Yox. Yox, düzgün deyil. O vaxtın urfuna görə bu qəbul edilirdi. Bu qəbul edilirdi. Təbii ki, əgər indiki zamanədə belə desək, biz qəbul etmirik bu saat, hal-hazırda. Bizim urfa görə bu saat qəbul olunmur. Amma o vaxtın urfuna görə qəbul olunurdu. Məsələn, bir 100 il bundan qabaq, lap tutaq ki də, 12-13 yaşda ərə gedirdilər qadı qızlar. Oğlanlar da. O vaxtki urfuna bu qəbul edilirdi. İndi qəbul edilmir. Bunlar sadəcə məqsədləri nədir? Sadəcə dindən çəkindirsinlər deyə. Nəyə gəldi əl atırlar? Ki, Ayşə radiyallahu anhə tez ərə gedib və ya məsələn, yəni özün ağıllı sayır da, özün belə iffətli sayır gör ki, bu, yəni Peyğəmbərimiz sallallahu aleyhi ve sellem, Əbu Bakır, Ömər, Osman, ərəblər o məsələdə çox qeyrətli idilər. Əli radiyallahu anhə və başqaları, yəni bu özün ağıllı sayır. Həmçinin onlar cürbəcür şeyləri atırlar. Məsələn, bir qardaşlarla da sual cavabda. Məsələn, bu nədir ya, həccə gedir ya, bir dəfə gedmirsən, bəs kasıblara ver pulu. Bəzi avamlara var axı, danışırlar elə. Ona demək istəyən, onda gəl səndən başlayaq.
Maşının var, Mercedes'dir. Ha, sat, yani Jiguli al, payla kasıblara. Evin var, 3 otaqlı. Sat, bir otaq al, 2 otağın pulunu payla kasıblara. Özün elə də, yaxşı o eləmir, özən elə. O hamı deyir ki, o həcc eləsin. Yox, həccə gedən birinci o başa düşmür ki, maliyyə cəhətdən şəriət bölüb hər şeyi. Əgər şəriət tətbiq olunsa, necə var? Demək olar ki, kasıb olmaz. Yəni, zəkatların hamı çıxartsa imkanlılar. Zəkatların hamısı çıxartsa, adam varsa milyardı var. Təsəvvür edin, o neçə milyon zəkat çıxardır hər il, ildə bir dəfə. Nə qədər kasıbı məsələsini həll eləmək olar. Hamı əgər hələ adi maliyyə cəhətdən zəkatlarını çıxartsa, ildə bir dəfə, sonra gündəlik ilə sədəqə var, nəzir var, kəfarələr var, Ramazanda fitrə zəkatı var, Qurban bayramı var. Bunlar hamısı nədir? Bunlar hamısı imkansızlara yardımdır. Yəni o avamdır. Və avam kütləni allatmaq istəyir. Deyir, həccə gedir, həccə. Onun kasıbları versin. Ay, kasıblar, onsuz da həccə gedən adam kasıblara da baxır. Həccə gedən adam, həcc kimə fərzi? Kimin imkanı var? Sağlamlığı və maddi cəhətdən imkanı var. Bu, əgər gedirsə həccə, deməli, bunun imkanı var. Bu, deməli, evdə də pul qoyub. Həcc onda sənə fərzi. Yoxsa axır pulu ver, ged həccə, o da düzgün deyil. Bəs ev, ailə, aydındır, şəriət olan hamısı tənzimləyib. Bunlar sadəcə avamdırlar və avam özü kimi avam insanları allatmaq üçün kütləni, deyirlər, bu nədir, belə kasıblar qalır. Şəriət kasıbları səndən qabaq, səni yox idin. Məsələlərin hamısını müzakirə eləyib, təyin eləyib olar hamısını. Sadəcə boşluq hardadır? Allahın əmrlərini tətbiq eləməmək. Peyğəmbərimizin əmrlərini tətbiq eləməmək. Bundadır. Həcc 26-da var. Mənim evimi təmizlə səcdə edənlər üçün bu belədir. Beytiyə. Beytəli taifinə. Var, Allah razı olsun. Beytiyə. Allah Teala Quranda deyir, evim. Düzdür, Kəbəyə deyir. Kəbə də məsciddir də. Allah siz olsun, başda olmaqla bütün bilmədiyiniz Allah razı olsun, Allah razı olsun. Bəsdir o qədər qardaşlar. Allah razı olsun. Selamun aleyküm, rahmetullah, bərəkət.